tək şəxsiyyət vəsiqəni götürürsən, 30 mində ilk ödəniş götürürsən, gəlirsən, 3 otaq ev verirəm, həyəti də var. Hər birini salamlayam Xırdalan şəhərindən. Xırdalanda 119 nömrəli avtobusun sonuncu dayanacağına və 596 nömrəli avtobusun sonuncu dayanacağına yaxın məsafədə çox gözəl 3 otaq daxili faizsiz kreditli evimizi çəkirəm. İlk öncə göstərək həyətinə. Baxın, belə bir səliqəli, xudmani həyəti var. Nəzərinizə çatdırıram ki, ilk ödəniş 30-35 min civarı kreditlə evlərim var satışda. 6-7 dənəsi qalıb. Girən kimi burada mətbəxdir. Orada qonaq otağı. Daxili faizsiz 1 manat belə olsun, bu evlərin faizi yoxdur. İçində təmir işləri yekunlaşıb. Bir otağı budur. Bir otaq burada yerləşir. 30 min ilk ödəniş götürürsən, gəlirsən. Burada da sanuzeldir. Hazır işlər gedir. Və nəzərinizə çatdırıram ki, əziz və dəyərli bizim müştərilərimiz, Cəbrə qardaş, sizdən hər birinizdən, xanımlar və bəylər, xahiş edirəm, o kameranı düzgün tut, xahiş edirəm. Hər birinizdən xahiş edirəm ki, diqqətlə qulaq asın, videoya sonra gəlin. Baxın, bu Heydər Əliyev prospektində deyil, bu parkın yanında deyil. Xırdalan şəhəri 119 nömrəli avtobusun sonuncu dayanacağına yaxın bir məsafədədir. Və belə deyim, yanında market düzdü var, məktəbə gələ bilərsiniz. Yəni normal bir yerdir. 30 min ödənişlə parkın yanında məndən ev istəməyin, xahiş edirəm sizdən. Aylığı da 700 manat təşkil edir. Ümumi qiymətdə deməli 55-ə olan da var, 50-yə də olan var. Belə deyim də, faiz söhbəti yoxdur bu evlərdə. Hər biri 0% ləndir. Faiz yoxdur. Bundan həyəti böyük olan da var, belə həyəti olanlar da var. Bir sözlə, kreditlə həyət evi istəyirsənsə, zəng elə, gəl bax. Sağ olun, salamat qalın.